Hello everyone. Salam herkese. Bugünkü dersimiz yeni 5. sınıf dersliyindendir. Unit 6, Lesson Language in Context. Exercise 1, tapşırık 1. Complete the questions and answers from the radio program in the chart. Cədvəldəki sual və cavabları radyo proqramından tamamlayın. Yəni biz öncəki dərsimizdə dinləmişdik. Həmin dinləməyə uyğun olaraq burada cümlələri tamamlamağımız istənilir. Amma onu da qeyd edim ki, uşaqlar, burada biz qısa forma, indiki sadə zaman qısa formasına, yəni yes, no, bəli, xeyr kimi cavablarından istifadə edəcəyik. Və bilirsiniz ki, uşaqlar, burada bizə verilən sözlər var. Does, sual forması üçün düzəldirik. Eyni zamanda does'ın əsas fe'l kimdə işlənməsi var. Doesn't ise təbii olaraq onun inkar formasıdır. Və biz bunları bura yerləşdirməliyik. Birinci suala baxırıq. He olduğuna görə bilirik ki, təbii ki, does'dan istifadə edəcəyik. Does he speak? O danışır. Digər nümunə. Does she like robots? O robotları xoşlayır. Bu zaman uşaqlar fikir verdinizsə, does-da s olduğuna görə she olduğuna baxmayaraq fe'lə s artırmırıq. Çünki yalnız nəqli cümlədə biz fe'lə s artırırıq. Digər cümlələrdə, yəni sual və inkarında biz fe'lə s artırmırıq. Çünki does-ın s-i var. Üçüncü nümunəyə baxırıq. It olduğuna görə yenidən does-dan istifadə edirik. Does it have a 3D printer? Orada 3D printer var. Və qısa cavablarda no, he doesn't. Yes, she does. Yes, it does kimi cavab verəcəyik. No qoyulanda doesn't, yes qoyulanda does'dan istifadə edirik. WH questions, yəni xüsusi suallarda isə where does he do projects? O layihələri harada edirdi? When does it open? Nə zaman açılırdı? Burada does'dan istifadə edirik. What does the library have? Kitabxanada nə var? Və cavablarsa he does project in the maker lab. Yəni, laboratoriya otağında layihələr işlənilirdi. Amma uşaqlar, burada bizə bayaq qeyd etdiyim kimi, niyə diqqət etməlisiniz? Əgər does-ı görürsünüzsə, hər zaman sual kimi götürməyin. Çünki does eyni zamanda əsas fe'ildir. Ona diqqət edin. It opens at 8 am. Səhər saat 8-də açılır. It has books. Orada kitablar var. Yəni, burada sizə rahat olması üçün mən qeyd edirəm. Rahat olması üçün qeyd etdim. Does sual forması ilə böyüklə yazıldıqda cümlənin qarşısında, xüsusi sualdan sonra gəldikdə isə balaca formada yazılır. Eyni zamanda əsas fe'il kimi də rolu var. Tapşırıq 2. Answer the questions. Sualları cavablandırın. Does Grayson ride his bike to school? Grayson məktəbə velosipedlə gedirdi. No, he doesn't. Xeyr, he takes a bus. O avtobusla gedirdi. Daha sonra ikinci suala baxırıq. Does Kylie watch videos before bed? Kylie yatmazdan öncə videolara baxırdı. Təbii ki, uşaqlar, biz qısa cavabla, daha sonra geniş cavabla verə bilərik. No, she doesn't. She reads books. Sağ tərəfdə qeyd etmişəm sizə rahat olması üçün. Daha sonra isə yazdıqdan sonra yoxlaya bilərsiniz. 3-ə baxırıq. Does Amelia have lunch at the school cafeteria? Amelia məktəb kafeteriyasında nahar edirdi. No verildiyinə görə inkarda verəcəyik. No, she doesn't. She has lunch at home. O evdə nahar edir. 4-ə baxırıq. Does Elşah take science lab classes? Elcan elm laboratoriyasında iştirak edir, yəni o dərslərə girir. Yes, he does kimi də cavab verə bilərik. Sizə rahat olması üçün sağ tərəfdə qeyd etmişəm. Yazdıqdan sonra təbii ki, yoxlaya bilərsiniz. Suallar soruşun. Təbii ki, uşaqlar, biz burada do does'dan istifadə edəcəyik. Üçüncü şəxsin təki olduqda isə does'dan istifadə edəcəyik. Does Maria like robots? Maria robotları sevir. Sözləri bizə verib, biz təbii ki, xüsusi sualdan sonra köməkçi sual do does'dan, do does'dan sonra isə biz mübtədamızı yerləşdiririk. Əgər xüsusi sual yoxdursa, köməkçi sual do does, daha sonra mübtədamızı yerləşdirəcəyik. 2-də biz Zak tək adam adı olduğuna görə does'dan istifadə edəcəyik. Does Zak get up at
6 o'clock on the weekends. Yəni Zak həftə sonları saat 6-da qalxır sual vermək istədikdə bu formada verəcəyik. Daha sonra 3-ə baxırıq. Clara yenə tək adam adıdır. Does Clara chat online in the morning? Clara səhərlər onlayn söhbət edir. 4-ə baxırıq. Eltondur və bu zaman yenə doesdan istifadə edəcək. Does Elton takes a bus to school every day? Elton hər gün məktəbə avtobusla gedir. Bu kimi sualları düzəldəcək. Sizə rahat olması üçün mən sağ tərəfdə qeyd etmişəm. Aydın formada təbii ki, yazdıqdan sonra yoxlaya bilərsiniz. Və gəlirik use it, istifadə et. Exercise 4, tapşırıq 4. Complete a chart so it is true for you. Cədvəli özünüzə uyğun formada tamamlayın. Then work in pairs. Daha sonra cütlərlə işləyin. Ask and answer the questions and complete a chart with your partner's answers. Sual və cavab edin və yoldaşınızın cavabları ilə cədvəli tamamlayın. Suallarımız necə ola bilər uşaqlar? Nümunə olaraq verilib. What do you do in your evening? Axşamlar nə edirsən? I play volleyball. Mən voleybol oynayıram. 5-ci tapşırıqda baxırıq. Change partners, yoldaşınıza dəyişin. Ask and answer questions about different students. Fərqli şagirdlərə eyni formada suallar verin. Does Maria have math on Tuesday? Maria'nın çərşənbə axşamı riyaziyyat dərsi olur. Yes, she does. Bəli var və yaxud da xeyr kimi də cavablandıra bilərsiniz. Belə uşaqlar, dərsimiz bu qədər. İnşallah ki, izahım aydın olar. Hər hansı bir çətinliyiniz, sualınız olarsa, mütləq rəy bölməsində qeyd edin. Videonu bəyənib abunə olmağı da unutmayın. See you next lessons. Növbəti dərslərdə görüşənədək.